Choose the correct variant. Doğru variantı seçin. Yesterday Maria in Baku but now she in Baku qeyd olunur cümləmizdə. Biz burada zaman zərflərinə uyğun olaraq, eləcə də mübtəda xəbər uzlaşmasına əsasən düzgün olan variantı seçməliyik. Birincidə yesterday dünən keçmiş zamana aiddir. To be'nin keçmiş zaman forması olan was ya da were'dən istifadə olunacaq. Maria üçüncü şəxsin tək olduğu üçün təbii ki təkdə olan was versiyası götürülmüş olur. Və bu o deməkdir ki C və D variantı artıq bizim yanlış cavablarımızdır. İkinci boşluqda isə now zaman zərfi indiki zamana aiddir və indiki zamanda isə biz təbii ki to be'nin am, is, are formalarından istifadə etməliyik. She üçüncü şəxsin təki olduğu üçün is olan versiya A variantını doğru götürmüş olacağıq. B variantında ikinci tərəfdə are qeyd olunduğu üçün səhvdir. C, D və Y variantları isə qeyd etdiyimiz kimi Maria'ya əsasən were yox was olmalı deyə səhv qeyd olunmuşdur. Tərcüməyə əsasən dünən Maria Bakıda deyildi, lakin indi o Bakıdadır tərcüməsini əldə etmiş oluruq. Lakin dediyimiz qarşılaşdırma budaq cümləsinə əsasən tərcüməmizə uyğun olsun deyə biz bir tərəfi inkar, digər tərəfi təsdiq olan versiyamız A variantını düzgün götürmüş oluruq. Match the words sözləri uyğunlaşdırın. Biz feillərə uyğun isimlərlə birləşdirməliyik. Birincidə to do etmək dediyimiz homework ifadəsinə uyğundur ki, ev tapşırığını etmək. Birinci olacaq C. İkincidə make hazırlamaq mənasında, make clothes paltarları tikdirmək mənasında istifadə olunacaq ki, hazır ifadəmiz ikinciyə B variantı uyğundur. To keep isə saxlamaq, to keep warm isti saxlamaq mənasında A variantını uyğun götürmüş olacağıq. 1C, 2B, 3A ümumi C variantı bizim doğru cavabımızdır. Match the words with their definition. Leksik izahları ilə sözləri uyğunlaşdırın. Birincidə only child tək uşaq mənasındadır. Tək uşaq, yəni heç bir bacı qardaşı olmayan nəzərdə tutduğu üçün a person with no brothers or sisters, bacı qardaşı olmayan şəxs deməkdir. 1-ə C-ni götürəcəyik. İkincidə single subay deməkdir. Subay not married, yəni evli olmayan 2-yə B uyğundur. Üçüncüdə relatives qohum mənasında family members, yəni ailə üzvlərini nəzərdə tuturuq və 3-ə A-nı götürəcəyik. 1C, 2B, 3A ümumi A variantı doğru cavabımızdır. Choose the correct variant. Doğru variantı seçin. Miray a brother called Samir. Biz burada düzgün tərcüməyə uyğun olaraqdan has yoxsa is olduğunu təyin etməliyik. Təbii ki, Mirayın Samir adlı qardaşı var desək daha doğru olar. Vardır mənasında isə təbii ki, have, has ifadəsindən istifadə olunmalıdır. Miray üçüncü şəxsin təki olduğu üçün biz artıq birinci boşluqda has istifadə edəcəyik. Bu o deməkdir ki, A variantında is yazıldığı üçün, B və C variantlarında have yazıldığı üçün yanlış götürülür. İkinci boşluqda isə Samir 8 years old, yaşı dedikdə isə to be'nin formasından istifadə etməliyik. Samir'in 8 yaşı var mənasında. Burada təbii ki, Samir is 8 years old, yəni D variantı doğru cavabımız olur. Y variantında isə ifadənin, yəni quruluş baxımından həzlə işlənməsi yanlış olduğu üçün səhv götürülür. Choose the correct pronoun. Düzgün əvəzliyi seçin. The boys like playing soccer. Oğlanlar futbol oynamağı xoşlayır. Altına xətt çəkilən sözümüz cəmdə olan boys, yəni oğlanlar mənasını verən sözümüzdür. Və biz bilirik ki, cəmdə olan isimləri təbii ki, əvəzlikdə üçüncü şəxsin cəmi olan they, yəni onlarla əvəz etməliyik. Doğru cavabımız A variantı götürülür. Choose the correct variant. Doğru variantı seçin. Where you from? Təbii ki, mübtədamıza əsasən to be forması təyin edəcəyik və ifadəmiz where are you from? Yəni sən haradansan ifadəsidir. You-dan are işləndiyi üçün biz artıq D və Y variantlarına çıxmış oluruq ki, M olan versiya səhvdir. İkincidə isə I'm from Brazil. Təbii ki, I ilə M işləndiyi üçün mən Braziliyadanam tərcüməsində A variantı doğru cavabımız götürülür. B variantında ikinci tərəfdə are və C'də ikinci tərəfdə is yazıldığı üçün yanlış götürülmüş olacaqdır. The correct variant. Doğru variantı seçin. We are your father's parent. Biz sənin atanın valideynləriyik. Who are we? Biz kimik?
Atanın valideynləri nənə baba sayılır. Nənə baba isə grandparents, yəni Y variantında qeyd olunmuşdur ki, you are my grandparents. Siz mənim nənə babalarımsınız. My cousins əmi dayı uşağı deməkdir. My children mənim uşaqlarım. Daughters qızları, sons oğulları mənasındadır. Və təbii ki, atanın valideynləri nənə baba sayıldığı üçün Y variantı doğru cavab götürülür. Read the passage and answer the questions. Mətn oxuyun və sualları cavablandırın. Bees are small, but they are very important. Bal arıları balacadır, lakin onlar çox vacibdir. They fly from one flower to another flower and collect nectar. Onlar bir güldən digər gülə uçaraq qonur və nektar toplayır. While they do this, they help plants grow. Onlar bunu icra edərkən, onlar bitkilərin becərilməsinə köməklik göstərir. This is called pollination. Bu tozlanma adlanır. Pollination helps fruits, vegetables and flowers grow. Tozlanma demək bitkilərin, yəni güllərin, tərəvəzlərin və meyvələrin becərilməsinə köməklik göstərir. Without bees, we could have less food. Bal arısız biz daha az məhsul, ərzaq əldə etmiş olarıq. Apples, strawberries and tomatoes all need bees. Almaların, çiyələklərin və pomidorların hamısının bal arısına ehtiyacı var. Bees live in groups called hives. Demək, arı pətəyi adlanan qruplarda yaşayır bal arıları. A hive can have thousands of bees. Arı pətəyini minlərlə bal arısı ola bilər. The queen bee is the leader. Kraliça arı orada başçıdır. Worker bees clean the hive, find food and make honey. İşçi bal arıları isə arı pətəyini təmizləyir, yemək, yəni ərzaq tapır və bal hazırlayır. But today many bees are in danger. Lakin bugün bir çox bal arısı təhlükədədir. Bees help nature and people. Bal arıları təbiətə və insanlara kömək edir. Even though they are small, they do a big job. Baxmayaraq ki, onlar kiçikdir, balacadır, onlar böyük bir iş edir. İlk sualımızda choose the correct information, düzgün məlumatı seçin deyir. Birincidə bees live alone. Arılar tək başına yaşayır, əksinə arı pətəyində yaşayırdılar. Bees are very big. Bal arıları çox böyükdür. Xeyr, kiçik idi, small qeyd olunmuşdu. Bees only visit one flower in their life. Bal arıları yalnız bütün həyatı boyunca bir gülə qonurlar, ziyarət edirlər. Yenə yanlışdı, bir güldən digər gülə qonurdular. The worker bees are the leaders of the hive. İşçi arılar arı pətəyinin başçıları sayılır. Xeyr, onlar qida tapırdılar, bal hazırlayırdılar və təmizlik edirdi. Bees help plants grow by pollination. Bal arıları tozlanma ilə bitkilərin becərilməsinə köməklik göstərir. Doğru cavabımız Y variantında qeyd olunmuşdur və biz eyni cümləni mətnimizdə də görmüş olacağıq. They help plants grow və burada növbəti cümlədə isə qeyd olunub this is called pollination. Qeyd etdiyimiz kimi düzgün cavab Y variantıdır. Choose the wrong information. Yanlış məlumatı seçin. Birinci cümləmizdə without bees we would have a lot of food. Bal arısız biz çoxlu ərzaq, yəni məhsul əldə edə bilərik. Yanlışdır. Mətnimizdə qeyd olunmuşdur ki, we would have less food. Yəni bal arısız biz daha az ərzaq əldə edərik. İkinci cümləmizdə isə the queen bee cleans the hive. Kraliça arı pətəyini təmizləyir. Arı pətəyini təmizləyən worker bees, yəni ki, işçi arılar idi. Kraliça arının işi sadəcə rəhbərlik etmək olduğu üçün ikinci cümləmizdə səhv götürülmüş olacaq. Və üçüncü cümləmizə baxsaq, worker bees make honey, işçi arılar bal hazırlayır. Bu doğrudur, mətndə qeyd olunub worker bees clean the hive, find food and make honey yazılmışdı. Dördüncüdə bees help flowers grow, bal arıları güllərin becərilməsində köməklik göstərir. Və burada yenə də qeyd olunan məlumatımıza əsasən mətnimizdə hər iki versiyada, yəni
Onlar bir güldən digər günə qonarkən nektar toplayırlar və nəticə olaraqdan da həmin bitkilərin becərilməsində, yəni artmasında köməklik göstərirlər. Növbəti cümlədə isə biz burada tozlanma ilə meyvələrin, tərəvəzlərin və güllərin becərildiyinə kömək olunduğunu görürük. Bu o deməkdir ki, bizim 4-cü və 3-cü cümlələrimiz doğru məlumatlardır, ona görə düzgün cavab götürülmür. Səhv məlumat 1-2 C variantında qeyd olunmuşdur. The underlined they refers. Altına xətt çəkilən they əvəzliyi nəyə istinad edir? Mətnin ən sonuncu cümləsində, yəni məlumatında biz burada görürük ki, even though they are small, they do a big job qeyd olunur. Yəni baxmayaraq ki, onlar kiçikdir, onlar böyük iş görür. Və altına xətt çəkilən əvəzlik özündən əvvəlki cümlənin mübtədasını əvəz etmiş olur. Burada özündən əvvəlki cümlədə isə söhbət bal arısından gedir ki, onlar təbiət və insanlara kömək edir. Daha sonra deyilir ki, yəni baxmayaraq ki, onlar kiçikdir, onlar böyük iş görmüş olurlar. Buna əsasən biz düzgün cavab kimi biz, yəni bal arıları Y variantını doğru cavab kimi götürəcəyik.